Değerli izleyiciler, Çempionlar Ligasının püşkü atıldı ve Qarabağ komandasının, eləcə də Galatasaray komandasının rəqibləri bəlli oldu. Bakıya möhtəşəm komandalar səfər edəcək. Eyni zamanda Qarabağ komandası möhtəşəm səfər oyunları keçirəcək. Değerli dostlar, hansı dünyanın böyük klubları ilə rəqib olacağıq, bunları az sonra biləcəksiniz. Videonu beğenin, şərhlər bölümündə fikirlərinizi yazın. Kanala abunə değilsinizsə abunə olub bildirişləri açıq tutun və videonu sona qədər izləyin ki, bu möhtəşəm xəbərləri izləyə biləsiniz və Qarabağın Çempionlar Ligasının liga mərhələsindəki rəqiblərini biləsiniz. Bəli, dəyərli izləyicilər, bildiyiniz kimi dünən playoff mərhələsinin oyunları keçirildi və beləliklə Çempionlar Ligasının liga mərhələsində iştirak edəcək 36 komandanın adına aydınlıq gəldi. Hal-hazırda bu komandaları görürsünüz. Və bugün həmin 36 komanda 4 səbətdə yer aldı. Birinci səbətdə PSG komandası, Real Madrid, Manchester City, Bayern München, Liverpool, Inter, Chelsea, Borussia Dortmund və Barcelona komandaları yer aldılar. İkinci səbətdə heç də birinci səbətdən geri qalmır. Burada Arsenal, Bayer Leverkusen, Atletik Bilbao, Benfica, Atalanta, Villarreal, Juventus, Eintracht Frankfurt və Klub Brügge var. Üçüncü səbətdə Tottenham, PSV, Ajax, Napoli, Sporting, Olympiakos, Slavia, Praga, Bodo Glimt və Marseille komandaları yer aldılar. Qarabağın da yer aldığı dördüncü səbətdə isə Kopenhagen, Monaco, Galatasaray, Union Saint-Gilloise Royal, Qarabağ, Atletik Klub, Newcastle, Pafos və Kayrat klubları yer aldılar. Bəli, artıq ekranda səbətlər də görürsünüz dəyərli dostlar. Püşkatma bu şərtlər daxilində keçirildi. Birinci səbətdən bir komanda çəkildi. Daha sonra həmin səbət və digər 3 səbətdən də həmin Latatron vasitəsilə rəqiblər müəyyən olundu. Qarabağ komandasında möhtəşəm rəqibləri var və bu barədə az sonra danışacağım. Rəqiblər haqqında da ayrıca bir məlumat verəcəm. Bu arada dəyərli dostlar, onu da sizin nəzərinizə çatdırım ki, hal-hazırda ekranda gördüyünüz bax bu top Çempionlar Ligasının topudur və bu il, bu mövsüm Çempionlar Ligasının oyunları bu toplar vasitəsilə keçiriləcək. Yaşıl toplar qadınlar arası Çempionlar Ligasında istifadə olunacaq. Göy, belə deyək, ulduzlar olan top isə kişilər üçün baş tutan Çempionlar Ligasında istifadə olunacaq. Gəlin indi Qarabağın rəqibləri haqqında, ümumiyyətlə püşkatmanın nəticələri və Qarabağın rəqibləri haqqında məlumatı sizin nəzərinizə çatdırım. Daha sonra rəqiblərimizi bir dəyərləndirək, görək şanslarımız nə qədərdir dəyərli dostlar. Qarabağ komandasının möhtəşəm rəqibləri bəlli oldu. Həm səfərdə, həm evdə çətin oyunlar bizi gözləyir. Doğrudan da püşkatma məncə bu dəfə bəxtimiz gətirmədi. Qarabağ komandası kimlərlə rəqib olub, Galatasaray kimlərlə rəqib olub, Kayrat komandası kimlərlə rəqib olub, onları sizin nəzərinizə çatdıracağım. Digər komandaların rəqibləri isə ekranda sizlərə təqdim olunacaq. Dəyərli dostlar, onlara vaxt itirmək istəmirəm. Daha çox Qarabağ haqqında danışmaq istəyirəm. Bəli, Qarabağ komandası püşkatma nəticəsində dəyərli dostlar, hansı komandalarla rəqib oldu, onu sizin nəzərinizə çatdırım. Səbətlər haqqında çox danışmaq istəmirəm. Ekranda səbətləri zaten görürsünüz. Qarabağ komandası 4-cü səbətdə, ən zəiflərin yer aldığı səbətdə yer almışdı. Ona görə də birinci səbətdən görə Qarabağ komandasına rəqiblər kimlər oldu? Chelsea və Liverpool komandası, 2 İngiliz komandası, 2 əjdaha İngiliz komandası. Liverpool haqqında yəqin ki, kifayət qədər məlumatınız var. Həmçinin Chelsea haqqında. Chelsea bu il UEFA Super Kubokunun qalibi olub. PSG, Çempionlar Ligasının qalibi PSG-ni məğlub eləyib. Eyni zamanda klublararası dünya çempionatının qalibi olub. Liverpool haqqında da kifayət qədər xoş sözlər demək olar. İkisi də İngiltərənin ən böyük klublarından biridir. Mən ümumiyyətlə açığını desəm, Chelsea ilə Bakıda oynayacaq, Liverpool'la səfərdə oynayacaq və bu iki oyun heç birindən xal götürəcəyimizi düşünmürəm, əgər bir möcüzə olmasa. İkinci səbətdən Qarabağ komandasına Benfica və Eintracht komandası rəqib oldu. Benfica ilə səfərdə qarşılaşacaq dəyərli dostlar. Yenə deyirəm, Benfica komandası da kifayət qədər güclüdür. Hal-hazırda yəqin ki, diqqət yetirirsiniz oyunlarına. Açığını desəm, Benfica'dan da xal alacağımızı gözləmirəm. Eintrachtla Bakıda oynayırıq. Eintracht Frankfurt kifayət qədər güclü komandadır, amma buna baxmayaraq Qarabağ komandasının Eintracht komandasından xal ala biləcəyini düşünürəm. Ən azı bir xal bu komandadan almaq olar.
komandanı biraz gücləndirsək, bəlkə Bakıda məğlub da edə bildik. Üçüncü səbətdən Ajax komandası ilə Bakıda qarşılaşacaq Qarabağ komandası. Bir dəfə qarşılaşmışdıq. Təəssüf ki, bəxtimiz gətirməmişdi. Baxmayaraq ki, ilk dəqiqələrdə Ajax sıxmağa başlamışdı Qarabağ komandası. Təhlükəli vəziyyətlər yaratmışdı. Sonra qırmızı vərəqə də aldıq səhv eləmirəmsə həmin oyunda və daha sonra oyunda məğlub olduq. Ajax komandası kifayət qədər təhlükəli komandadır. Bu il də ötənkindən daha güclü təsir bağışlayır. Ona görə Ajax komandasından da xal almaq biraz çətin olacaq, amma Bakıda bəlkə bir xal almaq olar dəyərli dostlar. Napoli komandasının səfərdə qarşılaşacağıq İtaliyada və bu görüşdən də xal almaq şanslarımızın çox olmadığını düşünürəm. Dördüncü səbətdən komandamıza rəqib olan Atletico Bilbao və Kopenhagen komandaları var. Atletico Bilbao ilə səfərdə, yəni İspaniyada qarşı-qarşıya gələcəyik. Kifayət qədər təhlükəli komandadır. Qeyd edim ki, açığını desəm, bu görüşdən bəlkə 15-20% şansımız var ki, bir xal qazanaq belə. Yəni, qələbə qazanmaq şansımız çox azdır. Çətindir, dəyərli dostlar, İspaniyada bu komandadan xal almaq. Amma futbolda hər gözəl möcüzə, daha doğrusu möcüzənin özü gözəllik qatır futbola və Qarabağ bu möcüzələri yaratmağı bacarır. Kopenhagenlə Bakıda qarşılaşacağıq. Məğlub edə bilərik, heç də edə bilərik, hətta özümüz də məğlub ola bilərik. Amma buna baxmayaraq Kopenhagen komandasından yaxşı xal ala biləcəyimizi düşünürəm. Qarabağ komandası şansımız gətirsə, məncə bu qrupdan 5-6 xal toplaya bilər. Şansımız gətirməsə 2-3 xal da ola bilər, hətta bir xalla da yekunlaşdıra bilər. Yəni, çox çətin qrupdur. Rəqiblərimiz çox çətindir, dəyərli dostlar. Ona görə uğurlar diləyirəm sadəcə Qarabağ komandasına, Qurban Qurbanova və onun yetirmələrinə əzmkar qələbələrlə, zəhməti ilə bura qədər gəliblər. Ümid edirəm ki, yaxşı olacaq. Bu arada nəzərinizə çatdırım ki, Çempionlar Liqasının liqa mərhələsinin oyunları 16 sentyabrdan başlayacaq. Oyunların saatları və günləri haqqında dəqiq təfsilatı ilə məlumatı sizin nəzərinizə çatdıracağım. Növbəti videoda rəqiblərimizi bir-bir analiz edəcəyik. Geniş şəkildə rəqiblərimizi tanıyacaq. Həmin verilişdə oyun saatları və tarixləri haqqında da məlumatlar verəcəm. Galatasaray komandasının rəqibi, dəyərli dostlar, rəqibləri Liverpool, Manchester City komandasıdır. Birinci səbətdən Liverpool'la evdə, Manchester City ilə səfərdə qarşılaşacaqlar. Atletico Madridlə ikinci səbətdən gələn rəqiblə evdə və ikinci səbətdən gələn digər rəqib Eintrachtla səfərdə qarşı-qarşıya gələcəklər. Üçüncü səbətdən Bodo Glimt və Ajax Galatasaray rəqibidir ki, Bodo Glimtlə Türkiyədə, Ajaxla isə səfərdə qarşılaşacaqlar. Union Saint-Gallios'la evdə, Monaco ilə səfərdə qarşılaşacaq. Bu komandalarda 4-cü səbətdən Galatasaray rəqib olan komandalardır. Xayrət komandasının da rəqiblərini sizə qısa olaraq çatdırıram. Real Madridlə Qazaxıstanda, Interlə səfərdə, yəni İtaliyada Klub Brügge ilə, Belçikada Arsenal'la səfərdə, Olympiakos'la Yunanistanda, Sporting'lə Portugaliyada, Pafos'la Kiprdə, Kopenhagen'lə Danimarkada qarşılaşacaq. Daha doğrusu Pafos'la Qazaxıstanda qarşılaşacaq, dəyərli dostlar. Kopenhagen'lə səfərdə qarşılaşacaq Xayrət komandası. Dəyərli dostlar, bax bu da mənim dəyərləndirməm idi. Düşünürəm ki, Qarabağ komandası bura qədər gəlməklə böyük iş bacarıb. İnşallah bunun davamında gətirər, möcüzələr yaratmağı bacarar. Siz nə düşünürsünüz? Qarabağ komandası Chelsea, Liverpool, Benfica, Eintracht, Ajax, Napoli, Atletico Bilbao və Kopenhagen komandası ilə oyunlarda hansı nəticəni əldə edəcək və neçə xal toplaya bilər? Bu barədə fikirlərinizi mütləq şərhlər bölümündə yazın, gəlsin. Növbəti olduqca maraqlı videoda sizin qarşınıza gələcəyik. Hələlik.